Hola, estudiamos español juntos. Lección novena. A sözünün qeyri-müəyyən artiklla birləşməsi, komensar fe'linin indiki zamanda şəxsə görə dəyişməsi. ¿Qué hora es? ¿Qué hora es? Grita el señor López. Saat neçədir? Cənab López qışqırır. ¿Dónde está mi desayuno? Hanı mənim səhər yeməyim? Entra el señor de López con el desayuno y dice. Xanım López səhər yeməyi ilə daxil olur və deyir. Hoy estás de mal humor. Bugün pis əhvaldasan. Son las 6, es temprano, ¿por qué gritas? Saat 6'dır, tezdir, niye qışqırırsan? El señor López termina el desayuno y grita de nuevo. Cənab López səhər yeməyini bitirir və yenə qışqırır. ¿Dónde está mi abrigo? ¿Dónde está mi sombrero? Hanı mənim paltom? Hanı mənim şlyapam? El abrigo está en el armario y el sombrero sobre el piano. Palto şkafdadır və şlyapa pianinonun üstündədir. ¿Por qué dejas siempre el sombrero sobre el piano? Pregunta la señora de López. Niye həmişə şlyapanı pianinonun üstündə qoyursan? Xanım López soruşur. Porque me gusta la música, contesta el señor López y va al trabajo. Çünkü mən musiqini sevirəm. Cənab López cavab verir və işə gedir. A las 7 en punto, el señor López llega a la fábrica. Saat 7 tamamda Cənab López fabrika gəlir. A las 7:30 visita los talleres. 8'in yarısı emalatxanaları gəzir. A las 8:30 habla con el director. 9'un yarısı direktorla danışır. A las 9 menos cuarto o menos 10 comienza a trabajar y trabaja hasta las 4. 9'a 15 dəqiqə və 10 dəqiqə qalmış işləməyə başlayır və saat 4'ə qədər işləyir. El señor López regresa a casa de buen humor y por el camino compra flores para la señora de López. Cənab López evə yaxşı əhvalda qayıdır və yolda xanım López üçün çiçək alır. Vocablos. Sözləri tərcüməsini görürsünüz. Mən sadəcə tələffüzünü deyəcəm. La hora, gritar, mi, decir, hoy, malo, el humor, 6, temprano, ¿por qué? Nuevo, dejar, siempre, preguntar, ¿por qué? Gustar. La música, contestar, 7, en punto, medio, 8, 9. El cuarto, 10, comenzar, hasta, bueno, la flor, para. Leksiyon novena. İsmin qarşısında mənsubət əvəzliyi olduqda artikel düşür. Yadınızdadır, deyirdik el sombrero, el abrigo, el desayuno. Yəni, mənsubət əvəzliyi işlətdikdə, məsələn, mi mənsubət əvəzliyi mənim işlətdikdə həmin artikellər düşür. Mi sombrero, mənim şlyapam, mi abrigo, mənim paltom, mi desayuno, mənim səhər yeməyim. Bu ifadələri yadda saxlayaq. ¿Qué hora es? Saat neçədir? Estar de mal humor, pis əhvalda olmaq. Estar de buen humor, yaxşı əhvalda olmaq. De nuevo, yenidən. Me gusta, xoşuma gəlir, bəyənirəm. En punto, dəqiq, düz və ya saatı istifadə etdikdə tamam kimi də tərcümə edə bilərik. Vaxtın ifadəsi. ¿Qué hora es? Saat neçədir? Bu suala cavab verdikdə saat sözünü istifadə etmirik. Gördüğünüz gibi sualda saat sözü var. Ora. Ama cevapta birbaşa saat neçədirsə onun adını çəkəcəyik. Es la una. Son las dos. Son las 2:05. Son las 2:15. Son las 2 menos cuarto. Son las 2:30. Son las 2 menos 10. Son las 2:10. Son las 3. Son las 7. Son las 7:30. Gördüğünüz kimi yəni saatı ifadə edərkən son las istifadə edəcəyik. Təkcə saat 1'i dedikdə
təkdə olacaq, yəni tək halda olacaq. Es la una. Es la. Cəmdə olduqda isə son las. Neçə dəqiqə işləmiş deyəndə əvvəlcə saatın özünü deyəcəksiniz, sonra i, yəni və. I və neçə dəqiqə işləyibsə onu deyəcəyik. Son las 2:10. Yəni dos 2-dir. Diez 10'dur. Son las 2, yəni 2 hazırdır və 10 dəqiqə də var. Yəni 3'ü 10 dəqiqə işləyib. Son las 7:30. 7 yəni 7, i və media yarım. 7 və yarım bir yerdə 8'in yarısı. Yəqin ki, başa düşdünüz. A qué hora? Saat neçədə? Bayaqki sualımız saat neçədir idi. Bu isə saat neçədə? A la una, a las dos, a las 2:30, a las 7. Burada a sözündən söz önündən istifadə edəcəyik. Gördüyünüz kimi sualın özündə də var. Eyni ilə burada da cavab verdikdə saat sözünü istifadə etməyəcəyik. Yəni ora sözünü istifadə etməyəcəyik. A sözünün müəyyən artiklla birləşməsi. A sözünü tək halda kişi cinsində olan müəyyən artikl el ilə birləşir, olur al. Va al trabajo. O işə gedir. Va a la escuela. O məktəbə gedir. Komensar feilinin indiki zamanda şəxsə görə dəyişməsi. Ümumiyyətlə, İspan dilində feillərin şəxsə görə dəyişməsinin müəyyən bir qaydası vardır. Bir çox feillər bu qaydalara tabe olur və bəzi feillər var ki, onlar bu qaydalara tabe olmurlar. Həmin feillər də öz tabe olmamalarına görə, yəni bir növ yoldan çıxmalarına görə, qaydadan çıxmalarına görə iki növə bölünürlər. Sapan və fərdi yolla şəxsə görə dəyişənlər. Bu sapan feillər, yəni qaydadan kənara çıxan feillər özləri də 5 qrupa bölünürlər. Komensar bu qruplardan birincisine aittir. Komensar, başlamaq. Presente yəni indiki zaman. Yo comienzo, tú comienzas, él comienza, nosotros comenzamos, vosotros comenzáis, ellos comienzan. Burada biraz səhvlər olub. Məsələn, vosotros sözünü B hərfi ilə yazılıb, V ilə yazılmalıdır. Və ellos comienzan. Burada i altından xət çəkmək fikrim vardı, yaddan çıxıb. Yadınıza saxlayın ki, birinci, ikinci, üçüncü şəxs təkdə və üçüncü şəxs cəmdə komensar feilindəki e hərfi i ilə əvəz olunur. Bu təkcə komensara aid deyil. Ümumiyyətlə, bu sapan feillərin birinci qrupuna aid olan bütün feillər bu formada şəxsə görə dəyişir. Yo comienzo, tú comienzas, él comienza. Nosotros comenzamos, vosotros comenzáis, ellos comienzan. Komensar həmişə feilin məstər forması ilə və a sözünü ilə işlənir. Comienza a trabajar. O işləməyə başlayır. Comienza sözünün sonluğundan bilinir ki, üçüncü şəxsə aiddir. A şəklisi qəbul edilib. A, daha öncəki dərslərimizdə demişdik ki, Azərbaycan dilində olan yönlük hal şəkilsinə uyğun gəlir. Və trabajar, işləmək. A trabajar, işləməyə. Comienza, başlayır. O işləməyə başlayır. Və ev tapşırıqlarımız. Birinci ev tapşırığı mətndən istifadə edərək suallara cavab vermək. 2. Uyğun saatlar yazacaqsınız. Burada istəsəz mətndən də istifadə edə bilərsiniz. İstəsəz də öz ürəyiniz istəyən hər hansı bir saatı yaza bilərsiniz. Üçüncü tapşırıq İspan dilinə tərcümə edin. Dördüncü, yenə İspan dilinə tərcümə edəcəksiniz. Lakin burada əvvəlcə qışqırmaq və soruşmaq feillərini İspan dilində tərcüməsini götürəcəksiniz. Daha sonra onları şəxsə görə dəyişəcəksiniz. 9-cu dərsin sonuna gəldik.
Belə görürəm heç biriniz ev tapşırıqlarını eləmirsiniz. Və bu çox səhvdir. Nə qədər dərsləri izləsəniz də, siz normalda gündəlik ispan dilində danışmırsınız, istifadə etmirsiniz. Ona görə də müəyyən praktikanız olmalıdır. Buna görə də özünüzdən cümlələr düzəldin, mətni oxuyub tərcümə edin və eləcə də ev tapşırıqlarını edin. Əgər hər hansı dəftərdə, vərəqdə yazmaq sizə çətinlik törədirsə, heç olmasa kommentlərdə yazın. Hər hansı kömək lazım olarsa mən kömək edərəm. Və beləcə dərsin sonuna gəldik. Hasta luego.